və qızlar var ki, türmədədir. Jurnalistlər, siyasi fəallar var. Onlar niyə içərdədirlər? Çünki qol çəkmirlər. Video görüntü ilə ayıq başdan qol çəkmirlər. Dərman verib qol çəkdirsələr də, dərman verib danışdırsalar da Fuad Qəhrəmanlı kimi sonra, hətta Azərbaycanda olmayacaq, Fransada deyəcək ki, mən dərman verib çəkdiriblər, mənim heç özümün xəbərim yoxdur. O sözlərdə ya qabağıma yazıb qoyublar, oxumuşam. Heç özümün xəbərim yoxdur danışığımdan. Ağıldan, başdan verbovka olmalısan. Yoxsa içərdən çıxamayacaqsan. Planlı sürətdə orada, xüsusilə Kürdaxanıda, siyasi məhbuslar olan yerlərdə həkimlər var. Şprislər var ki, o şprislər xərçəng daşıyıcısıdır. Xərçəng hüceyrələrinin daşıyıcısı olan şprislərlə iynə vururlar. Güya qızdırması qalxdı, güya sistem qoyurlar və salam. Əvəz Zeynallı xərçəng xəstəliyindən tədavi olmaq üçün müalicə alır. Əvəz Zeynallı tarixi şəxsiyyətdir. Bəylər Əyyubovun adamı mənə dedi ki, Əvəz Zeynallı xərçək deyil. Onun qanına xərçəyi yeritdilər. Fikrət Hüseynli də paylaşıb. Tarixi şəxsiyyət Əvəz Zeynallı. Mən deyirəm ki, bu məndən də güclü adamdır. Bu adam xərçək xəstəliyi ilə mübarizə aparır. Türmədə qanına yeritdi İlham Əliyev. Verbovkaya getməyən adamı, yolundan döndərməyən adamı belə xərçəng eləyirlər. Xalqın qeyrətli oğlu kitab satır ki, xərçək xəstəliyindən müalicəsini həyata keçirsin. Əlbəttə, mən gələn kimi bunu göndərəcəyəm bu kişini İsrailə, Almaniyaya. Ən güclü müəssisələrə necə lazım müalicə elətdirəcəyəm. Tək bunu yox, xalqın qeyrətli oğul və qızlarını. Amma bu kişiyə yardım eləmək lazımdır. Bu yaraşıqlı adam, Fikrət Hüseynli, səhvəsini tapırsınız. Səhvəsində belə birinci videodur. Fikrət Hüseynli. Baba birinci videodur. Bax, İBAN'ı da buradadır. Bank hesabı da buradadır. Yazıblar va burada. Ne olar? Allah'ınız olsun kömək eləyin. Vicdanınız olsun kömək eləyin. Qeyrətiniz olsun kömək eləyin. Bəzi oğraşlar var. Qonşusunda qazi şəhid ailəsi, körpələr acından ölür. Əvəz Zeynallı kimi yardıma ehtiyacı olan belə bir tarixi şəxsiyyətlər Azərbaycanda dura-dura belə bir dönəmdə həcc ziyarətinə gedənin o ziyarətgah belini qırsın. Allah heç qəbul eləməsin onun ziyarətini. Onların hamısına, bu müharibədən sonra ziyarətə gedənlər var, həcc ziyarətinə. Onları mən geyindirəcəm, onları. Onları hamısını qarmağa çəkəcəm. Onlar hamısı imkanlı adam da ki, onları elə belə adam getmir. Hamısı haram pullarına getmir. İsrail medyası bugün açıqlama yayıb. Bax, bildirib ki, İranla müharibə ərəfəsində İlham Əliyevin İrana qarşı çıxışından sonra Sepah prezident ailəsini və Bakı-Tbilisi-Ceyhan kəmərini, neft kəmərini partlatmaq üçün Azərbaycana Sepah qrup göndərib. Həmin qrupu İsrail Azərbaycanda zərərsizləşdirib. Hazırda bu məlumatı bütün dünya tirajlayır, Azərbaycandan səs çıxmır. Niyə? Həqiqətən İran bizimkini şaqqıldadacaq. Bizimki də bilir ki, bunu İranın əlindən Putin'dən başqa heç kim ala bilməz. Və Putin də Əliyevə qəzəblidir. Əliyevin Moskvada ölüm işini Putin açıbdır. Putin deyib Əliyev gəlməsə, beynəlxalq axtarışa verəcəyəm. Verdirəcəyəm. Ortada ölüm işləri var. Bəli, İlham Əliyev ona görə Türkiyəyə getdi. Ona görə qol-qola girdilər Şahbaz Şərif Erdoğan. Biri nüvə ölkəsi, biri də Erdoğan. Dedi ki, Putinlə danışmışıq, garantiya vermişik. Sənin orada başına bir iş gəlməyəcək. Getmez.